Öncəki iki videoda əgər səhifəmə takib olmusansa, yəqin ki görmüsən. Olmamısansa mütləq keçid et, videolara bax. Çünki indiki dediyim də öncəki ilə bir-birinə əlaqəlidir. Deməli, keçən dərsdə videolarda kuda sualını müzakirə etdik. İndi isə где sualı ismin cinsinə necə təsir edir? Gəlin baxaq. Deməli, istifadə etdiyiniz söhbət cansızdan gedir. İstifadə etdiyiniz isim fərq eləmir. Kişi cinsindədir, orta cinsdədir, qadın cinsindədir. Yəni, где sualına təsir etmir. Где sualına cavab verəndə sonu Y və yaxud İ hərfi ilə bitəcək. Əgər məsəl üçün, keçən videolarda biz müzakirə etmişdik mağaza sözünü. Kuda sualında biraz başqaydı. İndi həmən o mağaza sözünü где sualında da müzakirə edək. Məsələn, demək istəyirik ki, biz indi mağazadayıq. Dediyim kimi Y və yaxud İ hərfi ilə bitməlidir. Mən necə deyəcəm? Biz mağazadayıq. Мы indi, сейчас в магазине. V çünki mağazanın içərisindəsiniz. Və yaxud onlar Türkiyədə istirahət edirlər. Türkiyə gedirəm deyəndə necə deyirik? Öncəki videoda izah elədim. İndi isə demək istəyirik ki, onlar Türkiyədə istirahət edirlər. Harda? Где? Türkiyədə. Они отдыхают в Турции. Bir dənə sir sizə deyəcəm. Ya hərfi ilə bitən isimlər İ hərfi ilə əvəz olunur. Qalanlar 99% sonu Y hərfi ilə bitir. Əgər dediyim kimi cansız yer где, harda sualına cavab verirsin. Əzizlərim, əgər 2 aya siz də mənimlə, daha doğrusu mənim kursumda mənimlə digər müəllimlərdən 2 aya 40 danışıq dərsi keçərək rahat rus dilində danışmaq istəyirsinizsə, onda aşağıdakı məlumatı diqqətlə oxuyun. Hər gün canlı yayıma gəlmək istəyirsinizsə, canlı yayımdan xəbərdar olmaq istəyirsinizsə, səhifəyə abunə olun və like edin bu videoları ki, digər faydalı videolarda yenə də qarşınıza çıxsın. Minnətdarım.